Həmçinin bu cür etiqad etmək doğrudurmu? Məsələn, demək ki, mənim pulum çoxalanda artıq bilirəm ki, başıma nəsə bir pis hadisə gələcək və o pul ora xərclənəcək. Dəfələrlə belə olub. Yəni etiqad eləmək düzgün deyil. Allahdan yaxşı zəndə olmalısan. O demək deyil, sənin pulun çoxalanda bəla çox olacaq. Yox. O sadəcə, bəli, sənin pulun çox ola bilər. Biz bilmirik qədərdə kimə nə qədər yazılıb. Onsuz da sən neynəsən də, sənə nə qədər yazılıb, ondan artıq qazana bilməyəcəksən, ondan da az sənə gəlməyəcək. Nə yazılıb, o gələcək. Hə, Allahın izni ilə. Hə, lakin elə fikirlər, Allahdan yaxşı zəndə olmaq lazımdır. Sadəcə, bəli, pulun çoxalsa zərər verə bilər, əgər düzgün istifadə eləməsən onu. Onun zəkatını verməsən, onun sədəqədisini, nəzrin verməsən və onu ibadətdə, müəyyən bir hissəsini ibadətə sərf eləməsən, məsələn, həccə gedməsən, qurbanlığı kəsməsən və s. Əlbəttə, malın da zəkatı var axı. Mal hələ belə Allah Taala onsuz da Allah verir bizə. Allah Taala buyurur ki, biz sənə verdiyimiz. Allah Taala demir sən özün qazandığın. Allah Taala deyir biz sənə verdiyimiz. Allah verir. Allah mülkündən, Allah mülk sahibidir. Ruzu onun əlindədir, hər şey onun əlindədir. Ona görə əgər əlbəttə sən o malı düzgün istifadə eləməsən, sənə o bəla olacaq. Yox, düzgün istifadə eləsən, əlhamdülillah. Yəni, həmçinin harama istifadə eləməsən. Elə adam var, pulu var, gedir, haram iş görür. O mal onun üçün bəla oldu. Bəla. Aydındır? Aydın.